Buyururlar ki, Əleyhisselam özü deyir ki, ən azı gündə bir dəfə görüşərdik Peyğəmbərlə. Ən azı gündə bir dəfə görüşürdük. Amma görüşəndə elə görüşürdülər ki, buyururlar sanki çoxdan bir-birlərini görmürdülər. Adam bir nəfərdən gözünü yorular, bir həddə qədərdir də. Birini çox istəyir, bir, iki, üçdə yorulur da, gördüm bəsimdir. O qədər də maraqlı deyil ona. Amma eşq ilahi eşq olanda insan o tapdığı adamı günbəgün elə bir yeni tapır, yeni kəşf edir. Hər gün yeni Cəmalullah, Cəlalullah seyr edir. Amma yox, məhdud olanda mövzular, baxış, mərifət, adam bir dəfə gördü, üç dəfə gördü, dörd dəfə gördü, elə tutardı da. Amma Peyğəmbər Əleyhisselam Peyğəmbərlə görüşəndə elə bil aylardır, illərdir görüşmürlər. Belə bir dənə təəssürat var idi, ikisinin də simasında. Çünki kamil insan ümumiyyətlə nümunəsi budur. İnsan kamil insanı tapanda hər gün tapır. Hər gün Allah əsması, adları ona təcəlli eləyir. O bitmir, qutarmır. Hər günü yenidir.